Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Axır ki bir vaxt tapa bildim, başım yaman qarışıq idi video çəkməyə. Hər şey yaxşıdır, hər şey qaydasındadır, şükür Allaha, salamatçılıqdır. Allah hər kəsin təsərrüfatına xeyir, bərəkət, işlərinə uğur versin, inkişaf versin inşallah. Bunlar bizim heyvanlarımızdır. Hindişkalardan qalanlar bunlardır. Satış yoxdur hələ ki. Hələ ki deyəndə ki, çox qutardı satışlarımız. Bunlar da özümüz üçün çox biçim saxlayıram. Görək nə gələr başımıza. Qazlardan da üst dişi bir erkək qalıb. Prosta ayrı qaldıqlarına görə çıxa bilmirlər indi bu üzə. Hindişkalar burada qalır, böyük yerdə. Qazlar burada qalır. Birisi dişi. Neçə düzəldir, neymir yoxdur özünü. Yemir. Çörək yiyir. Maşallah. Qaz istəyən olsa toplu qaz satılır Güzdəqqob ərazisində. Gəlin qiymətdəsini götürün gedin. Həvəskar dostum var. Satır hamısının qazlarını, yumurtlayan qazlardır. 35-40 manat arası deyir də qiymətindi. 33-ə də verə bilərik. Belə. Çox hamısını satır. Hamısını alan olsa 20 dənə, 30 dənə alan olsa 60-70'ə yaxın qaz. Elə mən öz nömrə də qoyacağam. Əlaqə saxlaya bilərsiniz. Komment. Çox başım qarışıq olur. Rəy bildirməyin də. Belə adi rəy bildirin, görəndə cavablandıraram. Kimin nə sualı olsa falan. Amma təcili qaz almaq istəyən olsa, nəsə qazla bağlı zəng vurun ya WhatsApp-ma yazın. YouTube'a çox girənmirəm. Vaxtım olmur. Bekar olanmır. Ya zəng vurun ya WhatsApp-a yazın. İnşallah baxaram oradan. Belə kimin nə sualı varsa rəy aça bilər, kömək lazımdırsa bacardığımdan deyərəm. Yəni baytar deyiləm, falan deyiləm. Adi həvəskar təsərrüfatçı. Burada heç bir heyvan satılmır. Satışım dayanıb hələ ki inşallah. Bir də lal ördək var dostumda. İstəyən olsa yönləndirərəm orada. O da çox satır hamısını deyəsən. Ya kiloqramdan satır, özünüz danışır. 13 manat deyirdi, 12 manat deyirdi kiloqramı təmizlənmiş. Hər kəsin də qabaqdan gələn bayramı mübarək. Yeni il gəlir inşallah görə. Yeni ildə nə olar, istərimiz, nə eləyərik. Bu cücələri, toyuqları almışdım cücə vaxtı satmağa. Şərəfsiz satan adam mənə dedi ki, sağlamdılar. Dedim, bax satmağa alıram ha qardaş. Qardaş dedim ki, böyük kişiydi, qoca kişiydi. O cürlə böyükdən seç olmamaq yaxşıdır. Gətirən kimi 10 dəqiqə keçməmiş gördüm ki, heyvanlar qıxıldayır. Deyir ki, səndə oldu.
satmamışam. Birini də satmamışam. 50 dənə cücə 13-14 qalıb. Bunu da hədiyyə eləmişdilər. Bu ilə bu lavanda ördəkləri, krasnodarları. Bir də bu səsli ördəyi hədiyyə verir dostum. İnkubatora yumurta qoymuşdum. Onun əvəzində doları vermişdim mən. Yəni mən 7 yaşımdan həvəskarım. Heç kimdən elə bir yumurta, nəsə istəməmişəm. Kim nə verib, özü verib. Mən də çox adama çox şey vermişəm. Allah hamının ruzusunu versin. Amma adama valla bunlar xəstəlik tutduğuna görə mən bu heyvanın birini də satmamışam. İndi sağalıblar, qalanları bunlar 50 dənədir. Bunlar da elə belə həvəsə saxlayıram özüm üçün. 300 manat ya 350 manat. Heç yemin hesaba vurmuram. Pul vermişdim 50 dənəsinə. Elli dənəsini deyən görmeye 50 dənəsini neçə almışdım 11'i. 4.80'da almışdım deyəsən də. 200 neçə manat. 240 manat. Yerini də hesablamışdım, ona görə 250 manat sat gəlib. Belə. Bunları salım yerinə, qazlar çıxsın, rahat gəzsinlər seçkada. Allah hər kəsin təsərrüfatına xeyir versin, biz də onların içində. Yenə deyirəm, kimin nə sualı, sözü olsa, kimə nə kömək lazım olsa buyursun, yazsın, cavablandıraq. Bacardığımızdan da, yəni hər şeyin çox şey bilirəm. Amma hər şeyi yalan deyərəm də, məndə də var qırılır. Ölüm gəldisə hamıda, hamı ölür. Köhnə toyuqlarımdan satdım 40 dənə idi, 45 dənə idi. 12-13 dənə orada yaxşılarını satmışdım da, gələn yaxşısını seçir aparır, qoy məmnun getsin. Oradan da belə də biraz qalmışdı, onlar da öldülər, cuma xəstəliyi tutdu. Çünki vaksin vurmuram. Gərək vaksinlə işləyim bu ildə.